Valla bize destekləri təpələrinə dəysin. Toxunmasalar şah kimi yaşayarıq. Gürcistan xalqı necə yaşayır? Bəli, biz ona görə deyirəm də, görürsən, indi daraşıblar, ha kişi. Daraşıblar rayonlarda xalqın əlindən torpaqları alırlar, vermirlər, nə qoymurlar malqara saxlamağa, həmən torpaqlarda nə otarmağa, nə özləri də əmri. Məsələ burasında suyunu da bağlayırlar ki, suyunu da bağlayırlar ki, şey eləməsin. Cəmaat istifadə edə bilməsin. Yoxsa bu rayona, Bakıya yığışan insanlar var ha. İnanın onların 70% əgər bu icra hakimiyyətlərinə, yerlərdə tapşırırlar ki, bu xalqı ancaq dost xidməti, yəni ancaq nökər, adı dost xidməti, təsəvvür edin, nökər xidmətidir. Bu xalqa tapşırıb, mən hətta ASTV-də mən sizə inanın, bu xalqa 250-350 manat, indi bu maaş 350 olur deyəsən. Ki tapşırıblar ki, yəni bu adi xalqa bundan artıq pul vermək olmaz. Yəni bu xalqa pul verərsən, qudurar. Yəni bunun eləmək lazımdır ki, gündəlik ancaq çörək puluna, bunun dərman almağa pul olmasın ki, bu pastayanlı nəzarətdə olsun. Pastayanlı bir əri şeydə olsun. Bir gözü sosialda olsun. Yəni o nöqteyi nəzərdən. Bu düşünülmüş şəkildə, bu hamısı hesablanmış şəkildə eləyirlər ki, bu cəmaat tərpənə bilməsin. Yəni, hamı gözəl bilir. Bax, bu saat biz indi hamımız bilirik ki, bu saat deyək ki, müxalifət niyə yox şəklindədir? Ona görə ki, maddi şey yoxdur. Dəstək yoxdur ki, balaca tərpənsinlər və ya ətraflarına adam yığılsın. Adicə bunların ətrafından, yəni öz funksionerlərindən biri tutulanda onun yanına getməyə pulları yoxdur bunların. Yəni o nöqteyi nəzərdən indi yenə deyirəm, məsələn deyək ki, bu gün Rasim Qalayev indi yəni bu yenə balacadandır, Rasim də məsələn aktyordur. Yəni bizdə də sırf o nöqteyi nəzərdən valla bilmirəm, mən bilmirəm, bəsən deyək ki, bu o adamlar ki, məsələn elementar bir şey deyəm də, anar kimi. Məsələn, anar xalq yazıcısı, indi buna ayda 300, xalq artistinə görə bu ayda 300 manat alır. Amma anar xalq yazıcısına görə 1000 manat, 1000 dollar, 1500 manat pul alır. Təsəvvür edin, bunu mənə Çingiz Hüseynov, mən bilmirdim ona kimi. Mən elə bilirdim ki, onlar da bunlar kimi, bunlar məbləğində pul alır ki, sən demək elə deyilmiş. Yəni, milləti, xalqı, onlar bilirlər ki, inqilab deməkdir. Pul, filan, sərvət insanların. Və bunlar bu xalqı tanıyırlar. Bunlar bilirlər ki, bu xalq torpaqdan nə desən düzəldə bilir. Yəni, ona görə də onun dəlindən alırlar ki, xalq qalsın əriyalın. Əriyalın adam da nə edə bilər? Əriyalın adam, inanın mənə, nökərdən başqa heç nə ola bilməz. Baxın, bugün yerdən qalxan gənclər, mən dəfələrlə demişəm bunu, Əli bəy, məsələn, şəxsən mənim özümə də zəng eləyən, mənə kömək elə deyən o qədər ki, bizim gənclərimiz var ki, sən deyək ki, bunlar istəmirlər. Bilirsiniz niyə? Ona görə ki, baxırlar ki, perspektivi olmayan bir yerdir. Bunun da elə bir əmisi, dayısı, filanı və yaxud yoxdur ki, deyək ki, buna vəzifə alsın, versin və yaxud da 90% bizim gənclərimiz o adamlar, məsələn, bugün Almanyaya, Fransaya, Avropaya gələn bizim, deyək ki, sənətkarlar var, həkimlər var, müxtəlif sahənin adamları var ki, gəlirlər, burada xariqələr yaradırlar. Onlar Azərbaycanda da məsələn yaxşı həkim kimi pul qazana bilərlər, amma onlar o qaydalarla işləmək istəmir. Baş həkimdən tutmuş, Səhiyyə Nazirinə kimi, yəni bir iş bunların hamısının nəzarəti altındasan və sənin imkanın yoxdur, ona görə də gəlirlər. Burada görürsən, məsələn, burada mənim yaşadığım şəhərdə barinsası olan Azərbaycanlı var.